Evli xanımdır, evli kişi ilə danışır. Evli kişidir, evli xanımla danışır. Sən bir xanım olaraq razı olmazsan ki, sənin həyat yoldaşından evli bir qadın danışsın. Sən bir kişi razı olmazsan ki, sənin həyat yoldaşından evli bir kişi danışsın. Fərq etmir, zina zinadır, evli subay da tanımır. Amma sən utanmadan gedib çayxanada 5 nəfərin yanında da deyirsən ki, bir gəlinlə danışıram, onunla görüşürəm, söhbət edirəm və s. İnsan günahını hələ gizlətməlidir, həya etməlidir. Bir abır var, bir həya var. Sən utanmadan, fəxrlə elə cəmiyyət içərisində danışırsan ki, elə bir böyük bir iş görmüsən. Böyük qələt etmirsən, başını daşdan daşa vurmusan. Bir şeyi özümüzə rəva bilmiriksə, niyə başqalarının başına bu oyunu gətiririk? Yadda saxlayaq, zina, günah olan yerdə xeyir, bərəkət olmaz. O evlərə daxil olanda da oranın aurasından mənfi enerji tökülür, mənfi enerji yağır. Nə xeyir var, nə bərəkət var, nə mənəviyyat var, nə səfa var. Çünki o evdə şərab var, qumar var, zina var, xəyanət var, yalan var, oğurluq var. Bunlar bərəkəti o evdən götürür. Allahın xeyir bərəkəti yoxdur o evdə. Hələ bəziləri nəvəsi var bu işi görür. Bu xəyanəti edir. Sabahları bunun üstü açılsa, sən öz övladlarının üzünə necə baxarsan, atavın, anavın üzünə necə baxarsan, həyat yoldaşımın üzünə necə baxarsan, gəlinivin, oğlumun üzünə necə baxarsan, qonşuvun, qohumuvun, abrın gedəcək, həyan gedəcək, qeyrətin, namusun gedəcək, hörmətin gedəcək. Bu söhbətin sonu da türmə ilə, həbsxana ilə, davadalaşla, bıçaqlanma ilə, söyüşlə, müharibə ilə, müsibətlə, fəlakətlə qutaracaq. 5 dəqiqəlik həzzə görə öz dünyanızı, axirətinizi satmayın. Özünüzü dünya və axirətdə ucuz satmayın. Bizim üçün ən dəyərli olan Allahdır və onun hökmləridir. Allah bir əməli haram buyurubsa, deməli orada bir amma var. Deməli orada bir müsibət var. Əgər ona tərəf getsək, zəlil olarıq. Əgər o haramdan uzaqlaşsaq, Allaha tərəf gedərik və ilahi bir həyata addım atarıq.